Mən bu cənnət bağçasında dayanıb, cənnətdə olan oğulların adından onların analarını təbrik etmək istəyirəm. Əziz şəhid anaları, sizin əllərinizdən öpürük. Sizin qarşınızda hər zaman baş əyirik, hər zaman. Sizinlə çox tez-tez bir araya gəlirik. Bilirsiniz, mənim oğlum qəhrəmandır, mənim atam qəhrəmandır layihələri var. Heydər Əliyev Fondunun hər zaman dəstəyi ilə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Fireland qrupun təşkilatçılığı ilə ərsəyə gəlir. Yaxınlarda Arzu xanım Əliyeva da bu tədbirdə iştirak etdi. Orada bir məktub var idi. Şəhidlərimizin adından şəhid analarına yönəlmişdi. Məni qəlbində hiss et, məni dualarında tap və göndərilən bu hədiyyələr ki, Leyla xanım Əliyevanın adından hədiyyə edilmişdi. Ana, bu sənə cənnətdən göndərdiyim qoxu ətirdir deyilmişdi. Mənə çox toxunmuşdu. Sizi bütün Azərbaycan qəlbində yaşadır. Əziz analar, bütün Azərbaycan, bütün xalq, bütün millət sizi bağrına basır. O oğullar üçün çox sağ olun. Bugün anaların, qadınların günüdürsə, bizim üçün ən böyük qadın, bizim üçün ən güclü qadın və bizim üçün dünyanın bir nömrəli qadını bizim şəhidlərin anasıdır. Biz sizin hər birinizin bayramını təbrik edirik. Sağ olun, var olun.